Mənə tez-tez sual verirlər ki, insanlar psixoloqa ən çox hansı problemlərlə müraciət edir və insanlara əsas tövsiyələriniz nələr olardı psixoloji olaraq özümüzü qorumağımız üçün, psixi sağlamlığımızı və həyatda daha xoşbəxt olmağımız üçün. Yaşadığımız cəmiyyətdə mənim müşahidə etdiyim qədərilə, həmçinin öz həyatımda müşahidə etdiyim qədərilə düşünürəm ki, hazırda elə bir vəziyyət yaranıb ki, biz öz psixoloji tarazlığımızı qorumaq üçün əməlli başlı əmək sərf etməliyik. Bəlkə də əvvəlki dövrlərdə də insan öz psixoloji tarazlığını qorumaq üçün əmək sərf etməli idi. Amma hazırda bu məcburi bir xarakter daşıyır. Həmçinin əməyin səviyyəsi də burada çoxdur. Yəni deyək ki, əvvəl biz öz psixoloji sağlamlığımızı qorumaq üçün 100 üzərindən 20 bal əmək sərf etməli idiksə, hazırda bunu 80%-ə qədər çatdırmaq olar, 80 bala qədər. Ona görə ki, hazırda bizə təsir göstərən stimulların sayı həddindən artıq çoxdur və insan çoxluq içərisində özünü itirir. Sadə bir nümunə göstərim. Siz hansısa bir mağazaya gedirsiniz, tutaq ki, köynək almağa və yaxud da şalvar almaq üçün. Orada köynək və şalvar seçimləri çox olduğu təqdirdə insan bir bilinməzlik yaşayır və seçimsizlik, daha doğrusu qərarsızlıq qarşısında qalır. Və bu qərarsızlıq əslində onun seçimlərinə, xoşbəxtliyinə mane olur. Amma bizim az bir seçimimiz olsa, istədiyimiz bir şeyi onun içərisindən düşünürəm tez tapa bilərik. Yəni nə istədiyini bilsən və çox seçim olan yerə getsən, orada bəlkə də istədiyini tapdığın üçün özünü xoşbəxt hiss edə bilərsən. Amma nə istədiyini bilmirsənsə, sən hansısa bir mağazaya getsən ki, seçimlərin içərisindən daha yaxşısını seçərəm. Mən inanmıram ki, insan özünü oradan xoşbəxt, məmnun olmuş şəkildə çıxarır. Qərarsızlıq yaşayırsan və düşünürsən ki, bir şeyi alırsan, düşünürsən ki, o birisi daha yaxşı idi və yaxud da ümumiyyətlə qərarsız qalıb çıxırsan. Mən özüm də dəfələrlə bu problemlə qarşılaşmışam öz həyatımda qərarsız bir insan olduğum üçün. Arı gəzir. Qərarsızlıq problemi yaşamışam və baxıram ki, bu qərarsızlıq seçimlərin həddindən artıq çox olmasına bağlıdır və bu da təbii ki, mənim əhval ruhiyyəmə kəskin şəkildə təsir göstərir. Bunu sadə bir nümunə olaraq dedim, amma bunu günlük həyatımızda yaşadığımız bütün situasiyalara aid edə bilərik. Seçim çoxluğu, internetdə müxtəlif seçimlərin bizə sunulması, türklər demiş, göstərilməsi, həyatımızda hər şeyin keçici həzz prinsipi üzərində qurulması bizim xoşbəxtliyimizə mane olur və psixoloji tarazlığımızı pozur. İnsanın öz varlığını təsdiq etmək ehtiyacı var və biz öz varlığımızı təsdiq edə bilmədiyimiz üçün stimullarla özümüzü sanki məşğul edirik. Bir insan özünü telefonsuz saxlaya bilmir. Gedirsən evə, nə ilə məşğul olum, ya telefonla məşğul olursan, ya nə bilim dostlarınla görüşürsən, ya zərərli qidalar yeməklə məşğul olursan, bir növ boşluğunu başqa şeylərə həsr edirsən ki, o boşluq hissini yaşamıyorsan. Əslində təklik və tək qalmaq, insanın özünə baş-başa qalması böyük bir ehtiyacdır və insan o təklik hissini yaşadıkca başlayır özünü sorğulamağa, öz həyatına məna yaratmağa, dərinləşməyə. Bunun üçün də bizim həyatımızda elə bir sistem qurulub ki, biz özümüzlə baş-başa qala bilməyək, öz həyatımızı sorğulamayaq, sistemin niyə bu şəkildə olduğunu düşünməyək. Yəni sistem bizə bunu bu şəkildə ehtiva edir, təəssüflər olsun ki, və belə bir vəziyyətdə insanın mənəvi psixoloji ehtiyacları qarşılanmır. Bu qarşılanmadığı təqdirdə isə insan özünü bədbəxt hiss edir, həyatı mənasız görür və s. Mənim şəxsi fikrimə görə bir insanın həyatda xoşbəxt olması üçün, huzurlu olması üçün, belə desək daha doğru olar. Çünki xoşbəxtlik bir hissdir və biz onu sadə bir şeylərdən əldə edə bilərik. Amma huzur mənə görə daha dərindir və o bizim belə deyim, xoşbəxt hiss etməsək belə yaşayacağımız bir hissdir. Mənə görə insanın huzur əldə etməsi onun həyatında mənalı gördüyü bir şeylə məşğul olmasıyla bağlıdır. Yəni biz həyatımızda nəyisə mənalı görmürüksə, həyatımızda məna yaratmırıqsa, etdiyimiz bir şeyin mənasını başa düşmürüksə, bizim huzurluq hiss etməyimiz qeyri-mümkündür. Bəlkə də sən özünü müəyyən bir müddət xoşbəxt hiss edə bilərsən. Hansısa bir gəzintiyə gedərək, hansısa anlıq keçici bir həzlərdən istifadə edərək, deyək ki, kofe içirsən, öz iş yoldaşlarla görüşürsən, söhbət edirsən və yaxud da gedib McDonald's və ya da KFC yeyirsən, hazırda yəni xoşbəxt hiss elətdirəcək bir şeylər varsa, deyərdim ki, əksər insanların məşğuliyyəti bunlardan ibarətdir.
Amma huzurlu hiss etmək daha dərin bir şeydir. Huzurlu hiss etmək odur ki, sən həyatında nə yaşayırsansa yaşa, o arxa fonda sən öz varlığını qəbul edirsən, özünü həyatda məmnun hiss edirsən, bir şükranlıq hissi içərisindəsən. Xoşbəxt olmasan belə, o xoşbəxtlik hissini, o anlıq həzzi dadmasan belə, yenə də özünü o dərin bir yerlərdə huzurlu hiss edirsən. Bunu tapmaq üçünsə mən düşünürəm ki, insan həyatında mənalı gördüyü bir şeylə məşğul olmalıdır. Həyatında məna yaradacaq bir şeyi özü üçün təyin etməlidir. Səhv eləmirəmsə, nihilizm fəlsəfəsindədir. Belə bir şey var ki, sənin həyatında bir məna yoxdursa, yaşamanın nə məna anlamı var ki? Niyə yaşayırsan? Get intihar et. Yəni mən də biraz bu fikirlə razılaşıram. Çünki insan həyatındakı o boşluğu, o mənasızlığı görəndə və bunu qəbulləmək istəməyəndə sanki canlı ölü kimi gəzir. Əksər insanlar əslində canlı ölü kimidir, mən düşünürəm. Və bu insanları mən kənardan müşahidə edəndə görə bilirəm. Oturanda məsələn parklarda və yaxud da insanların çox olduğu yerlərdə mən bu insanları müşahidə edirəm. Onların bədən dili, onların baxış tərzi, yerişi, duruşu, bütün bunlar hər biri onların daxili dünyasına xəbər verir. Yəni mənim müşahidə etdiyim qədərilə hazırda canlı ölü kimi yaşayan insanların sayı həddindən artıq çoxdur və çoxalır da. Bunun da əsas səbəbi kimi dediyim kimi həyatda mənasızlıq və stimulların içərisində insanın özünü itirməsində görürəm. Videonun əvvəlində də dediyim kimi insanın hazırda öz psixoloji sağlamlığını qoruması üçün əməlli başlı əmək sərf etməsi lazımdır. Bunun üçün biz bəs nə edə bilərik deyə bəlkə də sualınız yaranıb. Mən özüm düşünürəm ki, və şəxsi həyatımda tətbiq etmədiyim bir şeyi sizinlə bölüşmürəm. Düşünürəm ki, həyatımızda mənalı gördüyümüz, həqiqətən özümüzün ehtiyaclarımızı, mənəvi ehtiyaclarımızı qarşılayan, bizi xoşbəxt və huzurlu hiss elətdirən bir məşğuliyyətimiz olmalıdır. Fərqi yoxdur, bu sizin peşənizlə bağlı da ola bilər. Və yaxud da övladınız dünyaya gələ bilər, onun həyatına etdiyiniz yatırım sizin üçün bir məna ola bilər. Və yaxud da sizin kitabları oxuyub insanlarla bölüşməyiniz bir məna ola bilər həyatınızda. Fərqlidir, yəni bu mənaları hər insan özünə görə fərqli şəkildə yaradır. Bu olandan sonra onsuz da həyatda hər bir şey bizim üçün mənalı görünməyə başlayır. Viktor Frankl adlı bir psixiatr var, səhv eləmirəmsə psixiatrdır. Onun insanın məna axtarışı kitabı var. Mənim təlimlərimə qoşulanlar bilir, mən bu kitabı çox tövsiyə edirəm. Orada deyir ki, insan yaşamağa, sözü tam xatırlaya bilmirəm, yaşamağa səbəbi olan hər kəs hər nasıla katlanır. Biraz Türkçə dedim, çünki kitabı Türk dilində oxumuşdum. Yəni sözün məğzu budur ki, əgər insanın həyatda yaşamaq üçün bir səbəbi varsa, onun qarşısına çıxan hər bir problem onun gözündə adi bir şey olur. Yəni onları dəf etmək əslində insana xoşbəxtlik hissi verir ki, yəni mən o səbəb üçün yaşayıram, həyatımda çıxan problem də problemdir, yəni onu həll edə bilərəm. Əsas olan o səbəbdir, mən onun üçün yaşayıram. Ona görə də insan, mən düşünürəm ki, birinci növbədə həyatında bir məna tapmalıdır. İkinci növbədə çalışdığımız qədər bizə ötürülmüş bu sistemin, daha doğrusu içərisində yaşadığımız bu sistemin qurbanı olmamaq. Yəni gün ərzində tutaq ki, bütün gün sosial şəbəkədə keçirən, öz boşluğunu başqa mənasız şeylərlə dolduran insanlar var. Orada durub bir dayanmaq lazımdır. Mən nəyin axtarışındayam? Bəlkə mən həyatımda özünü təsdiqləməmişəm. Ona görə mən bu qədər stimul axtarışındayam. Bu qədər stimula özümü məruz buraxıram. Boş, mənasız, faydasız bir şeylərlə məşğul oluram. Bunu insan dərk edəndən sonra onsuz da dəyişməyə başlayır və həyatında ona mənalı gələn bir şeylərin axtarışında olur. Təbii ki, bu axtarışda olmaq da özü cəsarətli bir xarakter tələb edir. Siz də cəsarətlisinizsə, əgər bunu özünüzdə görürsünüzsə, bu yola başlaya bilərsiniz. Biraz çətin olur insanın öz həyatına məna tapması, faydalı bir işlə məşğul olması, amma mümkünsüz də deyil. Yəni siz bunu etməyə başlayanda, axtarmağa başlayanda bir müddətdən sonra ona tapacağınıza əmin ola bilərsiniz. Başqa bir tövsiyəm də psixoloji mövzularda araşdırma etməkdir. Hansı ki, psixoloqların təbii ki, burada savadına güvəndiyiniz, həmçinin sizə doğru mənbələrdən məlumat verən, dünya görüşü zəngin olan şəxsləri izləməyinizi tövsiyə edirəm. Çünki hər insanın da psixoloji vəziyyəti qaydasında olmur ki, sizə o verdiyi biliklər sizin həyatınıza müsbət təsir göstərsin.
Psixoloqların səhifələrini izləməyi tövsiyə edirəm. Sizə yəni faydasının toxunacağını düşündüyünüz şəxslərin. Bundan əlavə günlük olaraq podkastlar dinləmək, psixoloji mövzularda və yaxud da fəlsəfi mövzularda, yəni sizin həyatınıza məna yarada biləcək bir mövzularda podkastlar dinləmək dünya görüşünüzə, həyata baxış tərzinizə təsir göstərəcək. Bundan əlavə psixoloji mövzularda kitablar oxumaq. Siz psixoloq olmasanız belə məqsədiniz özünüzü tanımaq olmalıdır. Mən düşünürəm ki, özünü kəşf etmək yolunda addımlayan hər kəs həyatda uğurlu ola bilər. Və həyatda uğurlu olmağın əslində formulu da budur mənə görə. Özünüzü kəşf etdikcə, öz psixologiyanızı başa düşdükcə, ehtiyaclarınızı, münasibətlərinizi, reaksiyalarınızı, bunları anladıqca və məna verdikcə sizə təsir göstərən faktorları daha yaxından tanımış olursunuz. Və bir növ insan öz həyatda kənardan baxmağa başlayır və görür ki, bu sistemin içərisində ona necə təsir göstərirlər. Bir var ki, biz sistemin içərisindəyik, bir də var ki, kənardan o sistemi izləyirik və özümüzə və digər insanların necə təsir göstərdiklərinin fərqində oluruq. Bunları təyin edəndən sonra məncə yaşamaq daha bizim üçün xoş olur. Belə, bu mövzu haqqında düşünürəm ki, bu qədər yetərlidir. Sizin də əlavə olaraq hansı suallarınız varsa bu mövzu ilə bağlı və yaxud da maraqlı olduğunu düşündüyünüz mövzular varsa onu aşağıda qeyd edə bilərsiniz. Oturduğum yeri də göstərim sizə biraz. Bu arada mən mikrofonda gətirmişəm, amma gördüm ki, təbiət səsləri daha yaxşıdır. Quş səsləri, nə bilim, təbiətin özünə məxsus bir harmoniyası var. Düşündüm ki, videoda belə təbiilik olanda daha yaxşı təsir göstərər sizə də. Mikrofondan istifadə etməyi sevmədiyim üçün bu şəkildə oldu. Siz də fikirlərinizi rəy bölməsində yaza bilərsiniz. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videoların davamı üçün səhifəmə abunə olmağı və videonu bəyənməyi, paylaşmağı unutmayın. Hələlik.